Aleyküm değerli izleyiciler. Her vaxtınız xeyir olsun inşallah. Vahid Əmlakçı səhifəsi yenə də göz qamaşdıran evlərlə qarşınızdayım. Değerli izleyiciler, bu günlərim 10 daş kürsülü super bir evlə qarşınızdayım. Yəni zəhmət olmasa qıraqdan evi götürür. Keç bir Allah qırağa. Değerli izleyiciler, videoya sona kimi baxın. Sona kimi izləyin. Möhtəşəm bir evlə qarşınızdayım. 3 otaq, 3 nömrəli məktəbə yaxın, marşrutla hər bir şey öz yerində. Çıxarış kənd təsərrüfatı təyinatlıdır. 522-nin asfaltının tam kondisionindədir bu ev. Baxın, burada bax, bulağı. Bura var, bura. Bura evin içindən də süperdir. Niyə? Balon bir də axırda baxacaqsın inşallah. Değerli izləyicilər, bax, həyət üçün sanitar qovşağı. Bura bağlıdır qardaşım. Bax, bu da değerli izləyicilər, evin arxası. İndi keçid eləyək bir dənə evimizin içinə. Değerli izləyicilər, bax, evimizin altındayıq. 1 ilə 2'nin arası betondur, yəni paneldir. Monolitlə də fərqi yoxdur. Bax, değerli izləyicilər, bura ev sahibinin iş dəzgahıdır. Gördüyünüz kimi işıqlandırılması. Yəni buranı da belə pis çıxmasın. Necə lazımdır xudmani otaqlarda hamısı. Yəni görürsünüz də insan boyundan yəni normal bir fərq eləyir. Değerli izləyicilər, bir də işığın yanmağı da süper idi. Yəni görün, oy. Süper, değerli izləyicilər. İndi evin içini göstərəcəm. Deyəcəksiniz ki, yəni belə bir şey Saray qəsəbəsində həqiqətən yoxdur. Özü üçün tikilmir. Qiymət bilirsiniz neçədir? Evin içinə keçməmişdən öncə deyirəm keçin. 80.000. Real alıcıya indirim də var. Gəlin, ciddi müştərilər gəlsin, söhbət eləyəcəyik. Ustalar buranı işləyirlər. Değerli izləyicilər, bax, indi keçid eləyirik finala. Final nədir, değerli izləyicilər? Sizə bir dənə ev göstərəcəm. Saray qəsəbəsində 80.000 manata hələ indirim də var. Bu qiymətə ev görməmsiniz. Yəni, belə ev görməmsiniz. Gəlin, qardaşım. Gəl. Bax, değerli izləyicilər, evimizin dəhliz hissəsidir. Yəni, bütün kommunallar mövcuddur. Məxsusən soruşursunuz, mərkəzi kanalizasiya sistemi, hər şey var. Bax, bismillah. Buradan keçirik evimizin mətbəxinə. Baxın, değerli izləyicilər, ev adamdan danışır burada. Evimiz adamla danışır. Yəni, zəhmət olmasa bu gözəlliyi çək. Belə bir ev, Saray qəsəbəsində 3 otaq, belə bir imkan, belə bir fürsət yoxdur. Niyə? Çünki möhtəşəm dizayndır. Bax, koridorun genişliyi elədi ki, yəni çox adamlar var ki, koridorda otururlar, yeyib içirlər. Yəni, o genişliyindədir koridor. Maşallah olsun, baxın, zalı, tvistenti, hər bir şeyi tam keyfiyyətli, tam hər bir şey materiallarda, yəni, burada nəyəsə 1 manat, 2 manat fikirləşmirlər. Sanitar qovşaqlarını sonunda göstərəcəm, ayrı-ayrıdır. Maşallah olsun, bir dənə zəhmət olmasa təşkil olun. Değerli izləyicilər, bura sanitar... Bura nədir? Kladovkadır bura. Burada evin kladovkasıdır. Burada da sanitar qovşağıdır, değerli izləyicilər. Zəhmət olmasa gəlin, sizə 3-cü otağı göstərim. Ay maşallah. Değerli izləyicilər, həqiqətən otaqları çox geniş, super, 10 daş kürsü idealdir. Özü üçün tikilmə, tam keyfiyyətli ev istəyənlər üçün. Değerli izləyicilər, səhifədə nömrəmiz var, əlaqə saxlayın, gəlin, kanalımıza abunə olmağı unutmayın. Fikri ciddi real müştərilə əlaqə saxlaya bilər.